Mənşəcə türk olan Salarilər Deyləm vilayətindən idilər. Orta əsrlərdə Deyləm, yaxud Deyləmistan deyilən bu vilayət indi Gilan adlanır. Xəzərin cənub-qərb hissəsində yerləşən Gilan, Mazandaran və Azərbaycanla qonşu bir ölkədir. 941-ci ildə yaxın və orta şərqdə yaranmış siyasi qarışıqlıqdan istifadə edən Salari sülaləsinin nümayəndəsi Mərzban İbn Məhəmməd Ərdəbil üzərinə yürüş edərək zəifləmiş Sacilər dövlətinin varlığına son qoyur. 941-ci ildən 957-ci ilə kimi hökmranlıq etmiş Mərzban İbn Məhəmməd yeni Azərbaycan dövlətinin, Salarilər dövlətinin əsasını qoyur. O, feodal özbaşınalığının qarşısını almaq məqsədi ilə qanunnamə hazırladır, ölkədə qayda qanun yaradır. Paytaxtı Ərdəbil olan bu dövlət 981-ci ilə kimi yaşayır. Onun hüdudlarına şimalda Dərbənd keçidindən başlayaraq, cənubda Dəclə və Fərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Şərqi Gürcüstan da daxil olmaqla geniş ərazilər daxil olur. Sacilərdən sonra Salarilərin hakimiyyəti illərində Azərbaycan torpaqları yenidən vahid dövlət daxilində birləşir. Sənətkarlıq və ticarət tərəqqi edir, xarici ticarət əlaqələri genişlənir. İlk dəfə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başlayır. Lakin bu sabitlik, bu inkişaf uzun sürmür. Xəzəryanı Azərbaycan vilayətlərinin tez-tez Slavyanların və Vikinglərin basqınlarına məruz qalması, xüsusilə 944-cü ildə Bərdədə törədilmiş faciə Salarilər dövlətinin zəifləməsinə səbəb olur və süqutunu yaxınlaşdırır. 957-ci ildə Mərzban İbn Məhəmməd vəfat edir. Onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət uğrunda mübarizə, ara müharibələrinə və feodal özbaşınalığının genişlənməsinə səbəb olur. Dövlətin zəifləməsindən istifadə edən Təbriz, Əhər və Marağa hakimi Əbülhicə qiyam qaldırır. Salari hökmdarı İbrahim İbn Mərzban hakimiyyətdən salınır və Salarilər dövləti süqut edir. 944-cü il Azərbaycan tarixində ən məşhum səhifələrdən biridir. Vaxtilə Xəzər sahili vilayətlərə basqınlar edib talan və qırğınlar törədən Slavyanlar ölkənin içərilərinə soxulmağa fürsət gəzirdilər. Onların məqsədi Qafqazın ən böyük şəhəri, Arranın baş şəhəri kimi şöhrət qazanmış Bərdəni ələ keçirib talamaq, Azərbaycanda həmişəlik möhkəmlənmək idi. Kür çayı ilə üzərək Bərdəyə yaxınlaşan Slavyan drujunaları Mübarəki adlanan yerdə düşərgə salırlar. Müqavimətə rast gəlməyən Slavyanların buradan Bərdəyə hücumu başlayır. Bərdə hakiminin 5000 nəfərlik qüvvəsi sadəcə onlardan qat-qat artıq olan yadellilərə müqavimət göstərə bilmir. Bərdə Slavyanların əlinə keçir. Bu zaman Salari hökmdarı Mərzban İbn Məhəmməd 30.000 nəfərlik qoşunla özünü yetirir və şəhəri mühasirəyə alır. Hərbi fənd işlədib düşmənə ağır zərbə vursa da şəhəri ala bilmir. Azərbaycanın cənub sərhədlərinin təcavüzə məruz qalması xəbərini eşidən hökmdar bu müvəffəqiyyətli hərbi əməliyyatı yarımçıq qoyaraq ora getmək məcburiyyətində qalır. Slavyanlar şəhəri ələ keçirsələr də əhalinin müqavimətini qıra bilmirlər. Vaxt uzandıqca itkiləri artan, yoluxucu xəstəliklərdən qırılmağa başlayan Slavyanlar şəhəri əldə saxlaya bilmirlər. Onlar gündüz döyüşlərində mühasirədən çıxa bilməyəcəklərini anlayıb, gecə ikən qalanı yandıraraq qənimətlə birgə şəhəri tərk edirlər. Kür sahilindəki gəmilərinə minib ölkələrinə qayıdırlar. Bu dəhşətli faciədən yarım illik Slavyan əsarətindən sonra Bərdə bir daha özünə gələ bilmir. Salarilər dövlətinin mövcudluğu dövründə Ərdəbil şəhərinin əhəmiyyəti daha da artır. Ərdəbilin belə əhəmiyyət kəsb etməsinin başlıca səbəbi onun əvvəlcə Sacilər, sonra isə Salarilər dövlətinin paytaxtı olmasından irəli gəlir. Bu şəhərdə hökmdar sarayı, inzibati binalar, dövlətin daimi hərbi qüvvələri yerləşirdi. Şəhərin müdafiə sistemi də mükəmməl idi. Hər tərəfdən möhkəm qala divarları olan Ərdəbilin ticarət karvanlarının gəlmə istiqamətindən asılı olaraq 3 qapısı var idi. İbn Havqal yazır. Şəhərin ən izdihamlı yeri bazar meydanı idi. Burada cümə məscidi ucalırdı. Münbit torpağı Ərdəbili həm də bağ-bağatlı eləmişdi.